Nabranda yol kənarı restoranların birində əyləşmişik. Sifarişimizi vermişik. Qaymaqlı can ətindən dedik də elədir. İndi yeməyimiz gəlsin. İçindəki pendir əla. Qəşəngdir. Pendir möhtəşəm bir. Pendir xoşuna gəlir səndə. Evet. Qaymaqlı can əti. İndi görək burada necə hazırlayıblar. Bax burada 2 porsda biz indi kebab sifariş verəcəyik deyə. Ona görə 2 pors dedik bunun. O kadar da diyorsun. Yox, yəni tam o deyil, normaldır, pizza deyil də. Orta. Beğendin mi Alpan? Oradan. Ne yapıyorsun? Sən yemişdin can ətindən yoxsa necə? Yok, ben zaten yok. Amma can ətindən daha dadlılar olur da. Ha bu gözəl. Kebab da əladır. Möhtəşəm. İndi restoranın adını deməyəcəyik. Bizim Nabrandayıq. Bir də ətraflı çəkbələr. Yup yumuşağım, Ha. qəşəngdir. Süper. Hamburg kimi diyet maşallah. Mən də bəyəndim tam. Əti bəyəndin Evet. Xoşuna gəldi Sadi. Kartoşka da çox gözəldir dostlar. Tabaq 2 pors kimi gətiriblər masaya. Amma normalda başqa bir restoranda biz əyləşəndə onu tavada gətirirlər. O qədər çox. Yani onunla bunu müqayisə biz edəndə bu 1.5 hətta biraz az idi açıq bir danışıq. pors da belə deyək. də. Bəli. İndi hər bir restoran mən hörmətlə yanaşıram ümumi olaraq. Burada 4 dənə tikə antrikot da var idi. Bir də kartoşka. Toplam 76 manat. Orta hesabla 400-500 manat gəliri olan bir adam üçün Bura uyğun deyil. uyğun deyil. 100 manat ən azından cibinizdə pul olmalı ki, bu restoranda əyləşəsiniz. İndi sizin də fikirləriniz önəmlidir. Əlavə olaraq çoban salatı və duşes var idi. Ola bilər, məsəl üçün paytaxtda daha baha qiymətə yeyəsiniz bu yeməkləri. Mənə elə gəlir ki, bu restoran üçün çox bahadır. Bu qədər. Fikirlərinizi rəy bölməsində yazmağı unutmayın.